Avropada birləşdirərək özümüzə maşın alırıq. Bölüm 10 gün 10. Bu bölüm sizlərə bizim iş zamanı fasiləmiz necə olur onu göstərəcəm. Çayımız, kofemiz burada. Belə deyim, bizdə fasilənin yəni kim necə istəyir elə keçir. Yeməkxanada oturub yemək yeyən var, çöldə siqaretə çıxan var, həm çöldə oturan var, içəridə oturan var. Mən isə öz kabinetimdə oturmuşam. Fasilə 2 növbəlidir. Birinci fasilə və ikinci fasilə. Mənim yəni buna aidiyyatım yoxdur, çünki mən sərbəst qrafiklə işləyirəm. Mənim işim bitəndə tez də gedə bilərəm, gec də gedə bilərəm. Yəni onun mənim üçün bir yəni qorxusu yoxdur. Mənim də yerim belə bir yerdir. Burada keçən bölümlərdə sizə göstərmişdim. Bütün tullantıları yığırdıq ora. Bu bölümdən də bu qədər. Özü də müğayyət ən qısa zamanda görüşərik. Hələlik.